Herkese salam, kanalıma hoş gelmişsiniz. Videomuza geçmeden önce Gündem TV kanalımıza abone olup videonu beğenip yaxınlarınızla paylaşıp bize destek olmak için şərh yazmağı unutmayın. Müğənni Rəqsanə İsmailova sosyal media hesabında aparıcı Xoşqədəm Hidayət qızının efirdə səsləndirdiyi sözlərə münasibətini bildirib. Rəqsanə İsmailova qeyd edib ki, bəli, mən onun valideynlərinin hüzurunda iştirak edə bilmədim. Azərbaycana gələn kimi onun yanına gedəcəkdim, amma başıma elə bir bədbəxt hadisə gəldi ki, gedə bilmədim. Qızım da onun atasının yas mərasiminə getməyib. Bizdən inciməyi yerlidir deyə o öz münasibətini bildirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Əslində mən bir söz deyim, bayaqdan baxıram, hər kəs Xoşqədəm xanımın danışığını paylaşır. Mən əslində Xoşqədəm xanımın valideynləri rəhmətə gedəndə Azərbaycanda yox idim, düzdür. Mama da xəstə idi, göndərəmədim. Amma mən bizim bir ortaq yaxın xanım var, hansı ki illərdir birbirimizi tanıyırıq. Aynur xanıma dedim ki, mən Azərbaycana gələn kimi gedəcəm. O da Azərbaycana gəldim, Allahdan başıma elə bir bəla gəldi ki, mən gedə bilmədim. Xoşqədəm xanımın dediyində həqiqət var. Mən bəli, onun valideynlərinin hüzurunda iştirak eləməmişəm. Mən həmişə düzgünü danışan adamam, həqiqəti boynuma alan adamam. İştirak eləməmişəm, düzdür. Qızım da getməyibdi, bu da düzdür. Mən iştirak eləməmişəm, amma çox sağ olsun ki, heç olmasa Xoşqədəm xanım reallığı deyir ki, normal münasibətimiz var. Bəli, atam onu verilişində axtarmışdım. O da sağ olsun tapmışdı. Mən Xoşqədəm xanımdan incimişəmsə də, amma onun da mənimlə inciməyə haqqı var. Düzdür, deyim. Bu arada nömrələrimi göndərdim. Pomidor turşularımı gözləyirəm. Və xahiş edirəm, kim pomidor turşusu verə göndərəcək, üstündə adını qeyd eləsin, kimindir, mən bilim. Sonra onların hamısından görüşəcəm. Öpürəm sizi, çox sağ olun. Turşularımı gözləyirəm, ha. Nömrələri göndərmişəm. Öpürəm sizi. Bu arada da hələ biraz öskürürəm. Dedikləriniz hər bir şey deyilirəm. Amma kömək olmur. Dediyim kimi də sabahdan inşallah bugündən Məşdağıya köçürəm. Məşdağada yemək vloglarımı çəkəcəm. Bax, istəyirəm sizə bir sual verin, mənim sualımı cavablandırın. Yeməkləri kimlərə göndərsəm daha yaxşı olar. Ən çox sual yaxşı, ən çox kim adı yazılsa onlara göndərəcəm. Show biznes mi? Uşağı evinə mi? Qocaları evinə mi? Kimə ən çox yazsanız onlara göndərəcəm. Doyuğa bişirəcəm. Birinci 30 litrlik doyuğa bişirəcəm.